Salam dəyərli izləyicilər, xoş gördük. Belə bir sualla tanış olaq. Verilən şərtlərə görə buradan soruşur ki, BC-nin uzunluğunu tapın. Müxtəlif formada həll üsulu yazmaq mümkündür. Burada fikir verək üçbucaq ADY, ADY və üçbucaq ABC-yə. ADY üçbucağında A bucağına bitişik tərəflər 12-14-dür. ABC üçbucağında isə A bucağına bitişik tərəflər bir bütöv olaraq bura 18-dir, bura isə 21-dir. Biri 18-dir, biri 21-dir. Bu tərəflərin nisbətlərindən fikir verirsək 12, 18, 14, 21. Nisbətlər ixtisar getdi 6-ya, 2, 3, 7-yə ixtisar getdi 2, 3. Əgər nisbətlər bərabərsə, deməli fikir yürüdə bilərik ki, bunlar oxşar üçbucaqlardır. Və oxşarlığa görə hər iki nisbət 2-də 3-dürsə, burada yazıram ki, 16 bölünsün x bərabərdir 2 bölünsün 3. Buradan tənasib kimi həll etsəm 2x bərabərdir 48-ə, x də bərabərdir 24. Doğru, cavabımız 24 olacaq.